Fancoil sisteminin pultları Connect sisteminə inteqrasiya olundu. Ümumi göstərirəm. Baxın, əgər sistem qoşulursa, qoymuşuq yaşıl rəydə, pult sönükdürsə qırmızı rəydədir. Məsələn, gəldik, qoşduq. Fanın sürəti 3, 1, 2, yəni bu hamısı fanların sürətini göstərir. Temperaturu minus azaltmaq, plus çoxaltmaq, otağın real temperaturu, bu eko rejimdir və sonda bizə qış yay rejimidir. Baxın, bu qırmızı o deməkdir ki, qış rejimidir və biz keçirik soyutma rejiminə. Burada knopka göy gətirmişik ki, yəni ən azından həm estetikdir, həm də kənardan baxan kimi görsün. Göydürsə, deməli soyutmadadır. Qırmızıdırsa, deməli istinmə rejimindədir. Əgər pult kənardan baxanda qırmızıdırsa, deməli sönükdür. Yəni, bu belə rahatlıq üçün hətta ikonkaların rənglərinə görə dəyişmişik. Prinsipi belə, yəni bu proyekti də sona yetirdik.